Salam, dünya okean öyrənməsinə baxaq. Böyük coğrafyakeşlər dövründə okean dərinliyini ölçmək üçün lotdan istifadə olunurdu. Lot nədir? Lot kəndirdir. Kəndirin ucuna daş bağlayırlar. Ağır bir cisim bağlayırlar belə deyək və onu suyun içərisinə atırdılar. Neçə metr dərinliyə qədər gedirdisə, deməli dərinlik o qədər idi. Daha sonra isə Birinci Dünya müharibəsi zamanı dərinliyi ölçmək üçün exolotdan istifadə olmağa başlandı. Exo, yəni səsin exo verməsinə görə okean dibini ölçürdü bu. Okean dibinə göndərilən səs siqnalı, səs ümumiyyətlə 1 saniyəyə 1500 metr məsafə qət edir. Baxın, bununla okean dibinin dərinliyini ölçürdülər. Buna aid çoxlu məsələlər də düşür, indi ondan da izah eləyəcəm. Deməli, həmçinin bu exolotla okean dibinin profilini də qururdular. Bu nə deməkdir? Yəni okean dibində səs siqnalını göndərirdilər. Məsələn, elə yer var idi ki, ora 1 saniyəyə çatırdı. Bilirdilər ki, dərinliyi 1500 metrdir. Elə yer vardı ki, ora 2 saniyəyə çatırdı. Bilirdilər 3000 metrdir. Belə-belə okean dibinin profilini qururdular. Daha sonra məsələn, bir məsələyə baxaq. Exolotdan, yəni gəmidən göndərilən səs siqnalı 4 saniyə sonra geri qayıtmışdı. Deməli, bu 2 saniyəyə gedib okean dibinə. 2 saniyəyə də geri qayıdıb. İndi bizə əsas biri lazımdır bunun, yəni ümumiyyətlə geri qayıtmışdır sözünü görsəniz, həmin o səsi bölün, yəni getmə vaxtını bölün 2-yə. Çünki 2 saniyəyə gedib, 2 saniyədə qayıdıb. Burada indi 6 ola bilər, 8 ola bilər, neçə olsa 5 ola bilər. Yarıya bölürsüz, 2 saniyəyə gedib deməli, 2 saniyəyə də qayıdıb. Səs də bilirik ki, 1 saniyədə 1500 metr məsafə qət eləyir. Bunu tənasüblə qurun hər zaman. Deməli, 1 saniyədə səs 1500 metr gedir. Deməli, 1500 metr gedirsə, 2 saniyədə nə qədər gedər? 2 saniyədə x. Deməli, 1 saniyədə 1500 metrdir, 2 saniyədə isə x metrdir. Bundan tənasüblə tapırsınız ki, okeanın dərinliyi nə qədər imiş. Bəzən belə ola bilər ki, exolotdan göndərilən səs siqnalı 2 saniyə və yaxud da 3 saniyə sonra okean dibinə çatdı. Bu o deməkdir ki, artıq 2-dir, 3-dür, neçədirsə onu vuracaqsınız 1500-ə. Əgər gedib qayıtma deyirsə, 2-yə bölüb sonra vuracaqsınız 1500-ə. Daha sonra, yəni bu asan tipələr məsələlərdəndir. Daha sonra okean dilini öyrənmək üçün batisfer və batiskafdan istifadə olunur. Bu 8-ci sinif coğrafiya dərsliyində bununla bağlı məlumat verilib. Batisfer okean dərinliyini öyrənmək üçün gəmidən idarə edilən qurğudur. Batiskaf isə K ilə yadda saxlayın. Batiskaf avtomatik idarə edilən qurğudur. Okeanın dərin qatlarını öyrənmək üçün avtomatik idarə edilən qurğudur. Batiskaf K olan avtomatik K idarə edilən qurğudur. Daha sonra 1870-76-cı illərdə Böyük Britaniyanın Challenger gəmisi tədqiqat aparıb okeanlarda. Okeanoqrafiya elminin inkişafında mühüm rol oynayıb bu. 70 alim 20 il tədqiqat aparıblar və 50 cildli əsər yazıblar. Çoxlu məlumatlar verilmişdi orada. Daha sonra 1943-cü ildə Fransız okeanoloqu Jacques Cousteau ilə Emil Gagnan deməli bunlar akvalang hazırlayıblar. Okeanın 40 metrə qədər sahələrini öyrənmək üçün akvalang. Akvalang nədir? Baxın, bu suyun altına gedirlər. Orada nəfəs almaq üçün hava balonlarından istifadə olunur. Baxın, onun adı akvalangdır. Yəni bunu ilk dəfə hazırlayıb 1943-cü ildə Jacques Cousteau ilə Emil Gagnan 40 metrə qədər sahələri öyrənmək üçün akvalang hazırlayıb. Marian çökəkliyi isə bilirik ki, dünyanın ən dərin çökəkliyidir. Sakit okeanda yerləşir, 11022 metrdir. Bunu isə ilk dəfə SSR-nin Vityaz gəmisi 1957-ci ildə Marian çökəkliyinin dərinliyini ölçüb. İlk batiskafı isə ora İsveçrə alimi Jacques Piccard endirib. Maraqlıdır ki, İsveçrənin özünün dünya okeanına çıxışı yoxdur, amma İsveçrə alimi Jacques Piccard Marian çökəkliyinə ilk batiskaf, yəni avtomatik idarə edilən qurğunu 1960-cı ildə endirib. Daha sonra isə bu da sualtı gəmidir. Daha sonra keçək duzluğa. Duzluq ümumiyyətlə nədir? 1 litr suda həll olan duzların miqdarına duzluluq deyilir. Bilirik ki, okean suyu saf su deyil, yəni çoxlu qarışıqlar var onun tərkibində. Duzluluq promillə ölçülür. Promildə elə faizə oxşayır işarəsi, sadəcə aşağıda 2
dairə var, belə deyək. Promil 1/1000 deməkdir. Tamın 1/1000 hissəsini göstərir. Xəritədə duzluğu eyni olan nöqtələri birləşdirən xəttlər isə izoqalin adlanır. Bir də izoqamin var. İzoqamin eyni buxarlanma qabiliyyətinə malik nöqtələri birləşdirir. İzoqalin isə deməli, eyni duzluğa malik nöqtələri birləşdirən xəttlərdir. Okean suyunda həll olunmuş elementlərin 80%-ni duzlar təşkil edir. Onda əsas natrium, xlor burada mühüm rol oynayır. Suya acı şor dadı verir. Maqnezium isə suya acılıq dadı verir. Məsələn, burada baxın. Bu da 8-ci sinif dərslikdə verilib. Deməli, 1 litr okean suyunda 35 qram duz var. Həmin duzun tərkibində isə xloridlər 55%-dir. Yəni xloridlər, natrium, sulfatlar, kalsium, maqnezium, kalium kimi digər elementlər var. Yəni bir çox demək olar ki, Mendeleyev cədvəlində olan bir çox element okean suyunda vardır. Və dünya okeanında orta duzluluq 35 promildir. Məsələn, məsələlərdə əgər sizə desək ki, orta duzluğa malik olan 2 ton okean suyundan nə qədər duz alınmışdır məsələn. Siz bilməlisiniz ki, orta duzluq nə qədərdir? 35 promil. Yəni okeanın 1 litr suyun götürüblər. Görüblər ki, bunda 35 qram duz var. Deməli, 1 litr okean suyunda 35 qram duz var. Yəni, hər iki tərəfi 1000-ə vuranda 1 litr olur 1 ton. Deməli, 1 ton okean suyunda da 35 kiloqram duz var imiş. 35 kiloqram. Baxın. 1 litr okean suyunda 35 qram, 1 tonda isə 35 kiloqram duz var. Yəni, məsələlərin həllində bu sizə çox böyük kömək eləyəcək. Məsələn, deyir ki, 2 ton okean suyundan, orta duzluğa malik olan 2 ton okean suyundan nə qədər duz almaq olar? Bilirəm ki, 1 ton okean suyundan 35 alınır, 35 kiloqram duz alınır, düzdür? İndi bu 2 ton olsa nə qədər alınardı? 2 ton olsa x. Bu da edir 35-i vursan 2-yə. Daha sonra okean suyun duzluğuna təbii ki, yağıntılar təsir eləyir. Buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cərəyanları mühüm təsir edir. Suyun səthindən buxarlananda şirin su buxarlanır. Bunu belə düşünün. Düşünün ki, bir qabda su qoymuşuq qazın üzərinə və həmin suya bir qaşıq da duz tökmüşük. Qab da axıra qədər doludur və yaxud da çaydan olaraq düşünə bilərsiniz. Nəysə, qoymuşuq və onun üzərinə bir qaşıq duz tökdük. Qoyduq qaynamağa. Qaynayanda nə baş verir? Buxarlanan təbii ki, duz deyil, sudur, düzdür? Şirin su buxarlandı və bir qədər sonra gedib baxırıq, görürük ki, su azaldı. Amma duz dəyişməyib ki, duz yerində də qalıb. Ona görə də suyun dadına baxanda görürəm ki, duzluğu daha da artıb. Niyə artdı? Çünki şirin su buxarlandı. Bayaq elə bil 5 litr suda bir qaşıq duz var idi. İndi isə 3 litr suda bir qaşıq duz qalıb. Yəni ona görə də suyun duzluluğu artmış oldu. Daha sonra buxarlanma deməli burada deyir ki, əsas rol oynayır. Buxarlanma suyun duzluluğunu artırır. Çünki buxarlanan şirin su olur. Yerdə qalan su və duz yenə qarışıq olaraq daha duzlu olur. Həmçinin aysberqlər. Aysberqlər yüksək coğrafi enliklərdə duzluluğu azaldır. Çünki aysberqlər Beləliklə şirin sulardır. İsti okean cərəyanlarının duzluluğu isə çox olur. İndi cərəyanların duzluğa təsir etməsinə baxaq. Biz bunu nəyə görə deyirik? İsti cərəyanlar duzluluğu daha çox olur. Çünki ümumiyyətlə cərəyan odur ki, məsələn, isti cərəyanlar. İsti cərəyanların gətirdiyi su ətraf sulara nisbətən daha isti olur. Yəni biz ona görə buna isti cərəyan deyirik və yaxud da soyuq cərəyan. Hardan bilirik bu isti cərəyandır və yaxud da soyuq cərəyandır? Əgər gətirdiyi su ətraf sulara nisbətən İstidirsə, deməli isti cərəyandır. Yox, əgər gətirdiyi su ətraf sulara nisbətən soyuqdursa, deməli bu soyuq cərəyandır. Və isti cərəyan olan yerdə təbii ki də buxarlanma daha çox olur. Yəni havası da isti olur və buxarlanma çox olur. Ona görə də su buxarlandığına görə orada duzluluq çox olur. Bəs belə deyə bilərsiniz ki, buxarlanma çox olur, axı sonradan yağış yağır. Yağır ya, əsas bu sahil ərazilər, sahil yerlərində yağıntı materikə düşür. Yəni quruya düşür, suya yox. Ona görə də sudan su buxarlandığına görə orada duz buxarlanmır da, duz yerində qalır. Ona görə duzluq artır. Amma sahil və ərazilərə təbii ki, isti cərəyanlar yağıntının çox düşməsinə səbəb olur. Bir də var soyuq cərəyanlar. Soyuq cərəyan isə onun gətirdiyi su ətraf sulara nisbətən daha soyuq olur. Ona görə də orada buxarlanma çox zəif gedir. Zəif olduğuna görə orada duzluluq da daha az olur. Deməli, isti cərəyanda duzluluq çox olur, soyuq cərəyanda isə duzluluq daha az olacaq. Daha sonra
Ekvatorial enliklərdə duzluluq 34-35 promillədir. Yağıntı miqdarı çoxdur, ona görə bir qədər duzluluq azdır. Tropiklərdə isə buxarlanma hədsi çox olduğuna görə duzluluq da çoxdur, 36-37 promillədir. Qütblərdə isə buxarlanma çox az olduğuna görə yenə 32 promillədir. Daxil dənizlərdə çay suları buxarlanmanın nisbətinə asılı olaraq duzluluq da müxtəlif olur. Mərmər dənizində 25 promildir, Qara dəniz 18 promil, Azov 12 promil, Baltik isə 11 promillədir. Bu əgər sizə desə ki, testdə. Məsələn, duzluluğun artmasına görə dənizləri düzün, onda tropiklərdən üzü qütblərə doğru duzluluq azalan istiqamətə götürün. Məsələn, bax Mərmərədən sonra yuxarıda Qara dəniz var, ondan yuxarıda Azov, ondan yuxarıda Baltik dənizi var. Yəni qütbə yaxınlaşdıqca duzluluq daha da azalır. Ən çox duzluluq isə Qırmızı dənizdədir, 42 promillədir. Və suyun səthində duzluq 36 promildirsə, 2000 metr dərinlikdə 34,6-35 promillədir və Atlantik okeanı daha ensiz olduğuna görə suyun əsas hissəsi yağıntı şəklində materiklərə düşür. Yəni su buxarlanır və buxarlanan yağıntı əsas materikə düşür. Ona görə də Atlantik okeanının duzluğu daha çoxdur. Xəzərdə isə duzluq 12-13 promilə yaxındır. Bir də var suda şəffaflıq. Bu necə ölçürlər? Diametri 30 sm olan gümüşü rəngli lövhədir. Həmin lövhəni suya salırlar və neçə metrə qədər görünürsə, deməli, həmin metrə qədər belə deyək də şəffafdır və dünya okeanının ən şəffaf yeri tropik və subtropik enliklərin Sakit okeanın tropik və subtropik enlikləridir ki, daha şəffafdır bu ərazilər. Bu qədər.